O sən onun əxlaqına görə, onun əxlaqına görə. Səndə əxlaq mənə ehtiyac yoxdur. Əxlaq Allaha qarşı birinci əxlaqlı olun. Hə. O Allaha qarşı əxlaqlıdır. Sahabələr Allaha qarşı əxlaqlısınız? Bəli. Hə? Allah Subhanahu haqqı təvhidə ödəyin. Qardaş, bunları mənə deyirsən hər telefonda. Haqqı. Qardaşım, sən uşaq deyilsən. Sənin də özünə görə yaşın var, özünə görə başın var, ağlın var, dünya görüşün var. Heç olmasa ömründə bir dəfə otur. Öz-özünə heç məni dinləmə. Onu da dinləmə. Get otur, aç Qur'anı, tərcüməni. Bir dəfə başdan axıracan otur, oxu və sonra bax öz əməllərimizə, təvhiddə və şirkdə və bizim əməllərimizə bax gör kimdir təvhid əhli. Yaxşı, mən səninlə razıyam da. Bax, mən səninlə razıyam.